Salam değerli dostlar, değerli kardeşler. Bu günlerim biz Göyçə rayon Şəhidlər Xiyabanındayıq. Qarabağdan, Xocalımızdan, Şuşamızdan, Cəbrayılımızdan gələn torpağı Rasim qardaşımız gətirir və Rasim qardaşımız gətirib bu günlərim şəhidlərimizin bu gözəl müqəddəs Ramazan bayramında gəlmişik, anırıq və o torpaqlardan da onların qəbirlərini səpib ziyarət edirik. Allah hamının ziyarətini qəbul eləsin. Allah rəhmət Allah eləsin. cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, ruhları şad olsun. Bu igidlərimiz Varın, buyur. Qarabağı görmədən, Qarabağ sevdalıları o torpağa getdilər, aldılar bizlər üçün. Hansı ki, çoxları Xocalı həsrətində idi. Rasim qardaşımız da sağ olsun, o gün dedim, Xocalıdan torpaq gətirib onların məzarları önündə əkilmiş gülləri səpəcəyik. İnşallah Allah köməyimiz olsun. Amin qardaş, amin, amin, amin. Bu da Erastum qardaşımın oğludur. Elnur qardaşım bizi Cəbrayılda hamımız bir yerdə olmuşuq. Bu 44 gün müharibədə hamımız vətənimizin azadlığı yolunda canımızdan, qanımızdan keçib torpaqlarımızı azad etmişik. Bugünə şükürlər olsun. Rəstun qardaşımız, şəhid atamız torpaqlardan güllərin böyrünə səpir. Yəni hissələrinə ki qoy. Şəhidlərimizin ruhu şad olsun. Allah qəbul eləsin. Keçin buradan götürün, şəkillərdən gəlir. Hamısı düşür. Yaxşı. Gör nə qədər sulamış oldu bu. Qarabağ torpağı bütün şəhidlərimizin məzarının üzərinə səpilir və anılır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, ruhları şad olsun. Allah hamıya səbirlər versin, şəhid atalarına, şəhid analarımıza, ailələrinə səbrini əsirgəməsin. Bir daha deyin de kardeşimizin azıca saxlayaq, burada aparaq onu da. Aparaq, hara lazım, aparaq səfər. Gedək. Allah kimi. Hə, gidiyor oradan da. Gidiyor o birisi. Bu günlərim çox gözəl bir subabiş oldu. Abək kardeşimizdir, Vidadi kardeşimizdir. Çok sağ ol bala. Allah canını sağ olasın. Ağaçların dibine o torpaqdan Qarabağ torpağı səpirik. Yani bu yok, Qarabağ torpağıdır. Xocalı torpağıdır, Xocalı. Bizim belə qəhrəman qardaşlarımız şəhid oldular. Vətənimizin azadlığı uğrunda canlarını fəda veriblər. Allah hamısına rəhmət eləsin. Ruhları şad olsun bu gözəl müqəddəs Ramazan bayramında. Erastum qardaşımın da iki qardaşıyla birinci Qarabağ müharibəsində bir yerdə olmuşuq. Qismətə baxın ki 44 gündə də oğlu ilə bir yerdə döyüşlərdə olduq. Ancaq qardaşımızı itirdik qəlbimizdən, amma itməz tarixlər boyu. Çox sağ olun. Allah köməyiniz olsun.
Sağ ol Rasim kardeşim, var ol. Güzel Bu insanlar, diyenden güzel vuran eser. yarıdır. Ben burada olmadım. Ayın 27'sinden getirdiler torpağı. Dedi ki koy gelende bildim ki buraya getirirse. Dedim, Dedim gelip birlikte dedim bir ziyaret bayram edelim. müəllim, bayram müəllim gələndə zəng eləyəcəm, gətirsin. Çox sağ olun. Allah Sağ ol, Allah kabul etsin. Sağ olun. Allah sizleri başımızın üzerine eski eləməsin. Siz Bayramınız bizim mübarək. değerli kardeşsiniz. Amin. Sizlərin hesabına bu bayram qeyd edirik. Bəli, 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 bəli. Rahat yatın. Allah Görsən rəhmət en eləsin. güzel bir güzel yer. Göyçay Şəhidlər Xiyabanı ne gece səliqəli, təmiz saxlanılır. Baxın. Allah Babək Səmitli kardeşimize de, Vidadi Xəlilov kardeşimize de, ondan Oktay müəllimə də güzel insan olub, Respublika Hərbi Tribunal olub. Allah hamısına rəhmət eləsin. Amin. Amin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, ruhları şad olsun. Şəhidimizin fərqi yoxdur. Şəhid şəhid. Allah ruhlarını şad eləsin. Burada da əziyyət çəkən qardaş oğluna da öz təşəkkürümüzü bildiririk. Sağ olsun. Hər kim burada belə Sağ ol, əziyyət çəkir, sağ ol. Allah köməklər olsun. Bax o başdakı olan bizim 20 yanvar şəhidlərimizdir. 92-93-cü illər şəhidlərimizdir. Bax Yo, narahat olma. Çox 44-cü müharibəsində olan şəhidlərimiz. Mekanlara cennet. Sağ ol qardaş, var ol, var ol. Allah razı olsun, Allah köməyin olsun. Allah ölənlərinə qəni-qəni rəhmət eləsin. Amin. Salam, salam, salam. Bayramınız mübarək olsun. Sağ ol. Sizlə bayram, sizlə bayram. Əlini yuyursan. Orada